Burada bilirsiniz qanunvericilikdə bu indi parlamentdə deputatlar, cənab deputatlar o məsələni qaldırmalıydı ki, o qanun layihəsini təqdim edən komitəyə ya orqana deməli qardaş, bax burada çox yayğın ifadələr var. Məsələn deyir ki, sui-istifadələr olacaq. Xalqı təhqir eləyə, bədən nahiyələrini xalqın əxlaqını təhqir eləmək formada göstərmək bu nə deməkdir yəni? Məsələn, mən indi çiynimi qaşıdım, ora təhqirdirmi? Yoxsa məsələn, burnumu qurtdalasam təhqirdirmi? Məsəl üçün deyirəm. Və yaxud da məsələn, hansı çılpaqlıq sayılır, hansı əxlaqsızlığa dəvət sayılır, hansı məsəl üçün deyək, bəlkə yaşam tərzidir bir. Məsələn, Azərbaycanda təəssüf ki, deyim, deyəcəklə belədir. Qısa geyinmək qadağa deyil də. Göbək açıq geyinmək də qadağa deyil də. Düzdür ya Semiz xanım? İndi kimsə göbək açıq tutaq efirdə canını açdı. İndi o qanuna düşəcək, düşməyəcək, həbs olunacaq. Yoxsa cərimə. Biz burada boşluqlar çoxdur deyə, bu boşluqlardan da sabah istənilən adam istədiyi kimi sui-istifadə edə bilər. Biri duracaq, açıq tənqid eləyəcək, tutaq ki, normal tənqid edəcək. Sən geyimin yaxşı deyildi, sən xalqı getdin filan. Və yaxud da söyüş nədir, təhqir nədir? Məsələn, mən dedim ki, sən qələt eləyirsən. Qələt söyüşdür yoxsa nədir? Qələt farscadan gəlib səhv deməkdir. İndi bunu təzədən biz rəy sorğusu göndərəcəklər, dilçilik bizdə var. Dilçiliyin üstünə o da aylarla çəkəcək. Nədir? İnzibati tənbih tədbiri hələ. Bu cinayət əməli. İnzibati tənbih tədbiri ki, sən orada dilçiliyin üstü yığış ki, bu söyüş sayılır ya sayılmır. Yəni bu məsələləri biz pişirib, hazırlayıb ortaya çıxartmaq lazımdır. Çünki sonra tapmalar və görsənən odur ki, təəssüflə qeyd edeyim ki, bu dövlətçilik də belə olmamalıdır. Bu görsənən odur ki, mən dəstəkləyirəm o qanunu. Bu arada deyim, mən elə bir qanun olmasının, sosial medianın belə deyək, nizamlanmasının tərəfdarıyım. Çünki hərə dediyi sözün dalında durmalıdır qardaş. Dedi necə belədir? Arxasında hüquqi baxımdan dur da sözünü. Yəni bu belə də olmalıdır. Bu gün mənə sərf eləmir deməklə deyil. Amma bunun bəlli konturları, sözləri, ifadələri müəyyən olunmadan bu mənə necə gəlir? Bu elə bilin ki, bir platforma yaradırlar. Belə alabaşına, külbaşına tez bazar. Sonra o platformaya istinad edib istədiyimi həbs eləyəcəm. Uyğunlaşdıraram da orasına. Bizi bir dənə söz bura. O elə bilin ki, o nə bilim o razetka deyirlər də o. Razetka bir 50 dənə razetkalıq bir qanun layihəsidir. Hər arasında sancacam da. Belə olmaz axı. Bu da burada buna uyğundur, burada buna uyğundur, burada buna uyğundur, burada. Mənim başıma gəldi qanunvericilikdə o qədər boşluqlar olur ki, o boşluqlar da sui-istifadələrə gətirir, insanların haqqının yeyilməsinə gətirir, əlavə korrupsiya və rüşvət faktlarına gətirir. İndi sizin əsasınız var ki, məsəl üçün deyək də, siz bilmirsiniz, mən də bilmirəm. Məsəl üçün hansısa bir uzaq rayon, tutaq ki, Akstafanın hansısa kəndində bir cavan oğlan TikTok açıb nəsə söhbət edir. Siz bilirsiniz ya bilmirsiniz ki, məsələn, oranın sahə müvəkkili axşam zəng eləyib onun valideyninə, məsəl üçün, qardaş, sabah 2000 götür gəl. Niyə? Oğlun bəs bu deyir, közə qanun. Oğlun burada belə insanları təhqir edir. Hansı təhqir yox, bir şey yox. İzah elə bilir nə demək istəyir? Gör nə qədər yer açılır. Düzdür ya yox? Ya bu məsələlərə görə də bax parlament işləməlidir. Parlamentin müzakirələri olmalıdır. İctimai belə məsələlər ümumiyyətlə ictimai müzakirədən keçməlidir. Dərin masalar keçirilməlidir. Ekspertlər dəvət olmalıdır. Nümunələr, beynəlxalq nümunələr analiz olunmalıdır. Dilçiliyin üstü, nə bilim filan, ədəbiyyat filan bu sahələrdən adamlar dəvət, müxalifət partiyalarından Azərbaycanda parlamentdə təmsil olunmayan partiyalar siyasi sistemin tərkib hissəsi sayılmırlar. Niyə qardaş? Niyə? Bu bir qanun layihəsi müzakirəsinə dəvət almamışıq. Nə biz, nə digər partiyalar. Niyə? Biz də partiyayıq da qardaş. Və baxın, mən sizə bir şey deyim. Bizim partiya 2025-ci ildə yığdığı səs, ümumi topladığı səs, məsələn, orada 1-2 deputatla təmsil olunan partiyalardan çoxdur. Yəni, izah eləyə bilir. Məsələn, elə bir partiya var ki, 2 də namizəd verib, biri seçilib, biri seçilməyib. İkisinin bir yerdə yığdığı səs, məsəl üçün 6000-dir. Bizim yığdığımız səs 10.000-dir. Biz 10.000 xalqın etibarını yığmışıq, o 6.000'in məsələn. Amma onun orada söz hüququ var, bizim yoxdur. Səs verməni qoyuram qırağa da. İndi deputat deyilsən, səs verəm. Amma müzakirələrə ki, dəvət oluna bilərik. Düzdür? Bu dərin masalar ola bilər, Milli Məclisdə komitə iclaslarına dəvət ala bilərik. Düzdür? Ekspert rəyində müxalifət partiyası kimi, rəy yaradan insanlar kimi yox. Hansı ki, ideya olaraq yaxşı ideyadır. Biz də bezmişik, siz də bezmişsiniz ağzına gələnlərin danışanından, o öz əxlaqını milyonların efirinə çıxıb, biz də bezmişik. Amma bunu bir normaya salmaq lazım. Ora salmaq lazım idi ki, bu efirlərdə DNK analizləri
dayandırılsın Hə, da, bəsdirin də, qardaş da. Buna qalmayıb. Arvad oturur, ər oturur yanaşı, gözləyirlər belə əllərini qoyublar ki, bu uşağın atası kimdir? Sən şübhə varsa o arvad sənin yanında nə gəlsin? Düzdür ya? Şübhən varsa ki, o sən ata deyilsən. Bu nə? Bizim ailə dəyərimiz budurmu Hüseyn xan? Artıq ənənəyə çevrilib və ona heç kəs də Yəni, yox demir. Bütün efirlər də bizdə- yarışa girircəsinə o DNK analizini Ya birazdan ayıb- gələcək. ayıbdır, Davam eləyirlər, ayıbdır. elan Vallahi bu verilir. bizim ailə dəyərləri olanda belə gizlətmək lazımdır. Öz içində qapanmaq, abrına kör olmaq var. Mən demirəm, indi olur da ailələrdə də olur, nəsillərdə də olur. Amma onu gizlədər də adamlar fəxrlə efirə çıxıb sinəsini hələ Allah bilir çörə növbəsində zad duranda deyir mənəm o DNK-sını gözləyən mənə yol ver. Belə şey olmaz. Vallahi ayıbdır Hüseyn xan. Bunu qadağa qoymaq lazımdır Necə efirlərə. olur